Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar olaraq Qərb Universitetinin Dizayn Fakültəsinin tələbələrinin yaradıcılıq işlərindən ibarət Tarixdə qalan fotolar adlı fotosərginin açılışı olub. Azərbaycanın işğal altında olan ərazilərində qədim tarixi memarlıq abidələri tamamilə məhv edilir. Bədxah qonşularımız işğalçılıq niyyətlərinə haqq qazandırmaq məqsədi ilə Qafqaz Albaniyasına aid bütün kilsə, məbəd və monastırları erməni abidələri kimi təqdim edirlər. Bu fikirlər 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı keçirilən Tarixdə qalan fotolar adlı fotosərginin açılışında səsləndirildi. Bildirildi ki, bugün ölkəmizdə tarixi abidələrin sayı 6000-dən çoxdur və son illər ərzində 1700-ədək yeni abidələr aşkar olunub. Qeyd olundu ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sayəsində dövlət tərəfindən həyata keçirilən böyük işlər hər bir vətəndaş üçün gözəl örnəkdir. Vurğulandı ki, İçərişəhər Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi Bədii Qoruğan UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Qobustandakı müzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır. Sonra Qərb Universitetinin Dizayn Fakültəsinin tələbələrinin yaradıcı işlərindən ibarət Tarixdə qalan fotolar adlı fotosərgisinə bağış keçirildi. Nümayiş etdirilən 70-ədək foto qonaqların marağına səbəb oldu. Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 18 aprel 1983-cü ildə UNESCO tərəfindən təsis edilib. Orxan Rasifoğlu, Anar Ağzadə, Carçı.